Payız ilin ən rəngarəngi, eyni zamanda orqanizmin mövsümi dəyişikliklərə adaptasiya olunduğu bir dövrdür. Havaların soyuması ilə əlaqədar olaraq bu fəsildə immun sistemini dəstəkləmək üçün düzgün qidalanma xüsusilə önəm daşıyır. Qidalanma üzrə mütəxəssislər payızda vitamin və minerallarla zəngin mövsümi məhsulların istehlakını tövsiyə edirlər. Onların fikrincə xüsusilə balqabaq, kələm, kök, çuğundur kimi tərəvəzlər, eləcə də nar, alma, armud və xurma kimi meyvələr immunitetin güclənməsində mühüm rol oynayır. Qida üzrə ekspert Aysin Vəli də açıqlamasında qeyd edib ki, payızda sinklə zəngin qidalara üstünlük verilməlidir. Sinklə zəngin qidaları menyumuza daxil etsək yaxşı olar. Çünki bu elementlər orqanizmimizin müdafiə qabiliyyətini gücləndirir və infeksiyalara qarşı müqavimətini artırır. Həmçinin payızda deyək ki, gün işığının, yəni günəş işığının azalması təbii ki, əhval-ruhiyyəmizə də təsir edir. Əhval-ruhiyyəmiz bəzən insanlar əhval-ruhiyyəsi aşağı olur, halsızlıq, yorğunluq kimi hallar tez-tez baş verir. Təbii ki, bu halların da qarşısını almaq üçün B qrup vitaminləri, daha sonra maqneziumla zəngin məhsullar da çox faydalı olar. Beləliklə, payız mövsümündə mövsümi meyvə, tərəvəzlər və zülali qidaların rasiona daxil edilməsi immuniteti möhkəmləndirir və mövsümi xəstəliklərin qarşısını almağa kömək edir. Düzgün tərtib olunmuş payız menyusu həm sağlam qalmağa, həm də gün ərzində enerjili hiss etməyə şərait yaradır.